Gürcistanın Bornis rayonunun Qoşakilsə kəndi İlham Kickbox klubu Bəxtiyarov Şahin kickbox üzrə məşqdir. Komandamız adından dünya Azərbaycanlıların Həmrəylik günü və Zəfər günü münasibətilə təbrik edirəm xalqımızı, elimizi, obamızı, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah millətimizi qorusun. 5 ilin mübarək Zəfər günü, Azərbaycan. Hello everyone, my name is Sevinç Nguyen, Sevinç Arujova. I'm half Vietnamese and half Azerbaijani. I was born and raised in Russia and Vietnam. I am a musical theater actress in Vietnam. Thank you so much for giving me this opportunity to sing such a wonderful song about Azerbaijan and to congratulate every single Azerbaijani person, not only in Azerbaijan but anywhere in the world with such a wonderful day, our Victory Day. Thank you so much. I hope that there will be more opportunities for me to do this and to learn more about the history, the culture, the music of Azerbaijan, my father's land. Bayramınız mübarek. Слова твои теплы, ты звезда моей судьбы, Азербайджан. Aziz anam, Azerbaycan. Bugün bizim için yalnız bayram değil, hem de milli hemreylik, birlik ve kimlik duygusunu möhkəmləndirməsinə değerli bir gündür. Geride koyduğumuz il diasporamız için mühim mərhələdə yadda kaldı. Yeni ili qarşılarkən arzu edirik ki, birlik ruhu daha da möhkəmləşsin. Fəaliyyətlərimiz genişləşsin və Avustralyada yaşayan hər bir Azərbaycan ailəsi Azərbaycan mədəniyyətini sevə-sevə yaşatsın. Azərbaycanlılar Asosiasiyalar Alyansı adından sizi Dünya Azərbaycanlıların Həmrəylik günü və qarşıdan gələn yeni il münasibətilə hər birinizi bir daha təbrik edirəm. Mən düşünürəm ki, ən vacib şey odur ki, bizim Azərbaycana, bizim vətənimizə qarşı sevgimiz həmişə daha da güclənsin. Və bunun üçün biz öz milliyyətimizi qorumalıyıq və həmişə öz tariximizi unutmamalıyıq. Mən Yavər Məmmədov, Qafqaz Arena İdman Assosiasiyasının və Qabal İnteqrasiya Mərkəzinin rəhbəri olaraq buradan bütün dünya Azərbaycanlılarının Həmrəylik günü və Zəfərin 5-ci ili ilə bağlı səmimi qəlbdən təbrik edirəm. Dövlət başçımıza çox təşəkkürlərimi bildirirəm. Diasporlu İş üzrə Dövlət Komitəsinə çox təşəkkürlərimi bildirirəm. Buradan bütün dünya Azərbaycanlılarına səslənirəm. Həmrəylik və Zəfər bizimlə olsun.